Stalingrad döyüşü 2-ci Dünya müharibəsinin dönüş nöqtəsi kimi qəbul edilir və tarixdəki ən qanlı şəhər döyüşlərindən biridir. Stalingrad, indiki Volqograd, Volqa çayı üzərində sənaye şəhəri idi. Həm neft yolları, həm də cənub cəbhəsini qoruyurdu. Almaniya SSR-nin neft mənbələrini ələ keçirmək istəyirdi. Stalingradın tutulması Qafqaza gedən yolun açılması idi. Barbarossa sonrası plan dəyişikliyi şimal uğursuz olanda Hitler diqqəti cənub Stalingrada yönəltdi. Şəhər Stalinin adını daşıdığı üçün psixoloji cəhətdən SSR tərəfindən ölümdirim mübarizəsinə çevrildi. Alman hava qüvvələri şəhəri günlərlə bombalayaraq Stalingradı dağıntı məzarlığına çevirdi. Döyüşlər küçə-küçə, bina-bina, hətta otaq-otaq gedirdi. Buna Siçan müharibəsi deyilirdi. Kiçik bir qrup Sovet əskərinin 60 gün müdafiə etdiyi bina döyüşün simvollarından biri oldu. Sovetlər Volqanın o biri tayından gecə-gündüz əskər və sursat daşıyırdı. Bu proses inanılmaz itkilərə yol açdı. Sovet komandiri döyüş məsafəsini maksimum azaltmağa çalışırdı ki, Luftwaffe bombardmanı edə bilməsin. Uzanan döyüşlər almanları həm psixoloji, həm də fiziki, həm də logistika baxımından tükətməyə başladı. Şiddətli rus qışı Alman texnikasını çöktürdü. Sovetlər isə bu havaya daha hazırlıqlı idi. Sovetlərin böyük əks hücumu 1942-ci ilin noyabrında Alman qoşunlarını tam mühasirəyə aldı. General Pauls'un ordusu şəhərin içində qapandı, yardım almaq imkansız oldu. Hitler geri çəkilməyə qadağa qoydu və Pauls'tan son nəfəsə kimi döyüşməyi tələb etdi. Mühasirədə qalan 6-cı orduda aclıq, donma, tif və sursat çatışmamazlığı geniş yayıldı. SSR qoşunları mühasirəni daraltdıqca Alman müdafiəsi tam çöktü. Uğursuz Almanların qış fırtınası adlı xilas etmə əməliyyatı da Stalingrada çata bilmədi. 1943-cü ilin fevralında Paulus təslim olan ilk Alman feldmarşalı oldu. Bir neçə gün sonra şəhərdəki bütün Alman qüvvələri məğlubiyyəti qəbul etdi. 2 milyona yaxın insan, əskər və mülki döyüşdə həyatını itirdi. Almaniyanın psixoloji zərbəsi, Stalingradın məğlubiyyəti Alman xalqının məğlub edilməzliyi inancını sındırdı. SSR bu döyüşdən sonra hücum üstünlüyünü tam ələ aldı. Qələbə SSR-nin müttəfiqləri arasında nüfuzunu artırdı. Şəhər müharibəsinin nə qədər dağıdıcı ola biləcəyi və logistikanın müharibədəki rolunu dünyaya göstərdi. Alman ordusu bir daha şərq cəbhəsində böyük strateji təşəbbüs qazana bilmədi. Stalingraddan sonra Almaniya yalnız geri çəkilmək məcburiyyətində qaldı. Stalingrad dağıntılar içində idi, lakin sonradan tam yenidən quruldu. Bugün də Volqogradda ana vətən çağırır heykəli döyüşün simvolu kimi ucaldılır. Stalingrad müharibəsi yalnız hərbi qələbə deyil, insan iradəsinin, dözümün və tarixdə dönüş nöqtəsi yaradan mübarizənin simvoludur.